Uşaqlar dünyası təqdim edir. Məstanə Sadəqiyəm və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri Yumurta boyda buğdanı sizə oxuyacağam. Mən ilə yol bir olun. Yumurta boyda buğda. Günlərin birində bir padişah xəzinəsi gəzdiyi yerdə yumurta boyda bir buğda tapdı. Baxıb təəccüb elədi ki, bu yaşa çatmışam, belə buğda görməmişəm. Şah buğdanı götürüb gəldi öz məşvərət otağına. Adamları çağırdı, onlardan xəbər aldı ki, bu buğdanı hara becəribsiz ki, bu boyda olubdu. Heç kim şahın sualına cavab verə bilmədi. Şah axırda üzünü vəzirə tutub dedi, vəzir, bu buğdanın sirrini öyrənməyini sənə tapşırıram. Vəzir dedi, Qiblə-i aləm sağ olsun, mən onu necə öyrənə bilərəm? Şah dedi, bəs onda adını niyə vəzir qoymusan? Onu bunu bilmirəm, sənə 40 gün möhlət verirəm. Buğdanın böyüklüyünün səbəbini öyrənməsən, boynunu vurduracağam. Vəzir laəlac baş əyib gəldi evinə. Arvad uşağı ilə vedalaşıb, mindi atına, başladı yol getməyə. Yazıq vəzir bilmirdi hara getsin, dərdini kimə desin. Az getdi, uz getdi, dərə təpəyə düz getdi. Orada ayla, günlə, burada şirin dillə, günə bir mənzil. Nağıllarda mənzil olmaz. Gəlib çatdı dörd yol ayrıncına. Gördü yolun kənarında, daşın üstündə bir nurani qoca kişi oturub. Vəzir ehtiramla salam verdi. Atdan düşüb, biraz onunla söhbət elədi. Axırda dərdini ona söylədi. Qoca dedi, vəzir, o buğdanın sirrini filan şəhərdə 3 qardaş var. Bircə bilsə onlar bilər. Özü də bu yolu getsən, həmin şəhərə çatarsan. Vəzir qocadan razılıq eyləyib, yenə ata səvar oldu. 3 gün, 3 gecə yol gedib həmin şəhərə çatdı. Soraqlaşıb 3 qardaşdan kiçiyinin evini tapdı. Ata karvansarada qoyub, özü getdi həmin qardaşın evinə. Qapını döydü. Bir arvad çıxdı. Arvad vəziri görən kimi başladı söyüb qarğış eləməyə. Qoymazlar xarabamızda oturaq ki, ərim kişi deyil ki, çıxıb sənin baş sözünü əzə. Düz adam gəlib bizi tapmaz ki. Vəzir dedi, ay bacı, sən nə bilirsən mən kimim, niyə gəlmişəm? Heç ağzımı açmamış elə başladın söyüş qarğışa. İndi də görüm, ərin evdədir, onunla bir işim vardı. Arva söylənə vəziri apardı ərinin yanına. Vəzir gördü ki, evdə pambığın içində ağsaqqal, beli bükülmüş bir qoca kişi oturubdu. Vəzir salam verdi. Sonra dərdini açıb söylədi ki, mən filan vəzirəm, padişah xəzinəsini gəzəndə yumurta böyüklüyündə bir buğda tapıb. Onun necə buğda olduğunu öyrənməyini mənə tapşırıb. Özü də 40 gün mənə möhlət veribdi. Əgər o vaxtacan buğdanın sirrini öyrənməsəm, boynumu vurduracaq. Əgər sən bu buğdanın haqqında bir şey bilirsən, mənə danış. Qoca dedi, vəzir, mən bu haqda heç nə bilmirəm. Falan yerdə məndən böyük qardaşım var. Bəlkə bilsə o bilər. Get onun yanına. Vəzir kişidən razılıq eləyib, yenidən düşdü yola. Bu qapı mənim, bu qapı sənin. Axtara o biri qardaşın evini tapdı. Qapını döydü. Bu dəfə qapıya çıxan arvad vəzirə bir toy tutdu ki, gəldiyinə peşman oldu. Vəzir canını dişinə tutub dedi, ay bacı, məni sənə ərin lazımdır. Arvad dedi, kül ərimin də başına, sənin də başına. Gəl görüm onu neynirsən? Vəzir evə girib, gördü ki, pambığın içində beli bükülmüş, dişi tökülmüş, saqqalı dizinə düşən bir qoca uzanıbdı. Vəzir salam əleyk eyləyib, öz dərdini söylədi. Qoca haqqına cavab verdi, dedi, valla, o buğdanın sırrını mən bilmirəm. Fulan evdə məndən də böyük qardaşım olur. Bu sırrı bilsə bircə o bilər. Vəzir bu qocadan da razılıq eyləyib, evdən çıxdı. İndi getdi böyük qardaşının axtarmağına. Yolda vəzir fikirləşirdi ki, kiçiklə ortancıl qardaş bu qocalıqda olanda görəsən böyük qardaş necə olar? Yəqin heç onun danışmağa taqəti də olmaz. Vəzir gedib böyük qardaşın da evini tapır. Qapısını döyür, bir arvad gəlir qapıya.
Vəzir gözləyirdi ki, bu arvad onu onlardan da bətər qarışdırar. Amma işlər tərsəsinə olur. Arvad çox mərifətli dedi, qardaş, kimi istəyirsən? Vəzir dedi, ərinlə bir işim vardı. Arvad dedi, ərim evdə yoxdur, bazara gedibdir. Gedək evdə otur, indilərdir ki, gələ. Vəzir keçib evdə oturdu. Arvad oğlanlarını vəzirin yanına göndərdi ki, atanız gələnə kimi gedin, söhbət eyləyin. Özü də çaydan çörəkdən hazırlayıb qonağa göndərdi. Vəzir bu dəfə mehribanlıqla qarşıladığına görə çox sevindi. Aradan biraz keçdi. İçəri bir bığburma cavan oğlan girdi. Oğlan salam əleyk elədi, dedi, qonaq qardaş, mənə görə qulluq? Vəzir dedi, sənə sağlığın bacoğlu, mənim səninlə heç bir işim yoxdur. Mənə filan qocaların böyük qardaşı lazımdır. Oğlan dedi, elə həmin adam mən özüməm. Vəzir bu əhvalata şəbih elədi, dedi, valla mən təəccüb eləyirəm ki, sənin kiçik qardaşların qocalıqdan yerlərindən qalxa bilmirlər, pambığın içində uzanıblar. Amma sən böyük qardaş, bazarda, şəhərdə gəzirsən. Özü də 25 yaşında oğlanlara oxşuyursan. Bunun səbəbi nədir? Böyük qardaş dedi, vəzir, mən nə kiçik qardaşlarımı qapısını döyəndə nə gördün? Vəzir dedi, onların ikisinin də arvadları qapıya çıxdılar. Məni o çuvar deyindilər. Elə bir ağzılarından zəhərmar tökülürdü. Böyük qardaş bir də soruşdu, pəs mənim evimə gələndə nə gördün? Vəzir dedi, sənin arvadın qapıya çıxıb məni güllər üzü ilə qarşıladı. Evə təklif elədi. Uşaqlarını yanıma göndərdi ki, bunlarla söhbət eləyim, darıxmayım. Özümə də çay çörək yolladı. Böyük qardaş dedi, vəzir, mənim kiçik qardaşlarımın bəxtindən qabaq qocaldan arvadlarının deyincəlliyi, əvamlığıdır. Tanımaza bilməzə bircə dəfə görməklə o qədər söz deyən arvadlar, gör evlərində ərlərinə necə rəftar edirlər. Mənim belə cavan qalmağımın səbəbi arvadımın xoş xasiyyətli olmasıdır. Bu yaşa çatmışam, onun dilindən inciməmişəm. Bir tikə yavan çörək də tapanda o məni xoş üzlə qarşılayıb. Ağır günümdə dərdimə şərik olub. Odur ki, mən günü-gündən cavanlaşıram. Vəzir əhvalatı başa düşəndən sonra mətləbi açıb dedi, padişah xəzinəsində yumurta boyda bir buğda tapıb. Mənə həvalə eləyib ki, öyrənəm. Görüm, buğda niyə bu böyüklükdə olubdu axı? Özümə də 40 gün möhlət verib. Əgər bu seri öyrənməsəm, boynumu vurduracaq. Mənə də deyiblər ki, bunu bircə bəlkə sən biləsən. Əgər bilirsən, məni balalarının başına çevir, buğdanın sirrini mənə söylə. Kişi dedi, vəzir, bizim kəndimizdə bir kişi var idi. Ona atasından bir parça torpaq qalmışdı. Günlərin birində kişi kasıblayır, torpağını bir başqasına satır. Taza torpaq alan adam bir gün yer şumlayanda torpaqdan 7 küp qızıl tapır. Küplərin üstünü yenə torpaqlayır, özü də bir baş gəlir torpağı satan kişinin üzünə deyir, qardaş, səni mənə satdığın əkin yerini şumlayanda 7 küp qızıl tapmışam, gəl qızıllarını apar. Torpağı satan kişi deyir, qızıllar mənim deyil ki, sənin qismətin idi. Əgər mənim olsaydı, o yeri əkəndə mən tapardım. Həmin torpağını sənə tapmışam, oradan çıxan qızıl da sənə düşür. Torpaq alan bir də deyir, qardaş, torpaq əvvəlcə sənin idi. Budur ki, qızıllar da sənindir. Gəl apar. Bunlar heç biri qızıllara yaxın düşmürlər, mübahisələrə düşür. İş o yerə çatır ki, gedirlər qazinin yanına. Əhvalatı ona danışıb məsləhət istəyirlər. Qazi bir xeyli sual-cavabdan sonra soruşur, deyin görüm, oğuldan qızdan nəyiniz var? Kişilərin biri deyir, 15 yaşında bir oğlum var. O biri deyir, mənim də 15 yaşında bir qızım var. Qazi deyir, elə bu lap yaxşı oldu, sənin qızın kəbinini kəsirəm bu kişinin oğluna. Həmin qızılları da verin bunlara.
Bu kişilərin ürəklərinin təmizliyindən həmin il o torpaqdan əkilən buğda yumurta boyda olur. Padişahın tapdığı o buğda da həmin il burdan bitən buğdadadır. Vəzir kişidən buğdanın sirrini öyrəndi və çox razılıq eləyib. Yol başlayır, gəlir öz şəhərlərinə. Buğda haqqında eşitdiyi əhvalı padişaha söyləyir. Padişah da vəzirə xələt verir. Siz də bəyəndiyiniz ən gözəl kitablardan, nağıllardan, şeirlərdən və oyunlardan video çəkib və bizə göndərin ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.